mövzusu ilə bağlı şəxsiyyət yönümlü yanaşmanın mahiyyəti nədir? Digərlərindən fərqli cəhəti, əsas cəhəti nədir? İnsanın düşüncələri, hissləri, dəyərləri və şəxsi təcrübələri ilə birlikdə bütöv varlıq kimi deməli dəyərləndirir. Şagirdlərin düşüncələrini, duyğularını, hisslərini daha vacib olduğunu vurğulayır. Şagirdin özünü təhlükəsiz mühitdə hiss etməsini təmin edir. Müəllimin şagirdin cavabını mühakimə etməməyi təmin edir. Məsələn, uşaq səhv edir və səhvindən qorxmamalıdır. Yəni, müəllim bildirməlidir ki, sənin etdiyin səhv akademik nəticənin zəif olmağı, sənin dəyərini göstərmir. Yəni, sənin dəyərinin zəif olduğunu göstərmir. Yəni, sənin dəyərin, sənin mövzunu öyrənməyinlə ölçülmür. Yəni, mövzunu zəif öyrənə bilərsən, amma sən çox dəyərlisən, məsəl üçün. Yəni, bu kimi deməli, yanaşmalar aiddir. Test izahına baxırıq müəllimlər. Şagird yazı tapşırığında zəif nəticə alıb və müəllimə yaxınlaşaraq deyir: Görürəm ki, nə qədər çalışsam da alınmır. Mən bu işi bacarmıram. Bu vəziyyətdə müəllimin hansı cavabı daha məqsədə uyğundur? Fikir versəz görərsiniz ki, şagird həm də burada qapalı düşüncədədir. Mən bacarmıram yanaşmasındadır və şəxsiyyət yönümlü yanaşmaya əsasən müəllimin davranışına gəlin baxaq. A variantı: şagirdə tapşırığı daha çox təkrar etməli olduğunu, səylərini artırmasa nəticənin dəyişməyəcəyini bildirir. Artıq burada görürsünüz ki, müəllimlər şagird çalışmaq istəmir və müəllim bunu təkrar şagirdə ev tapşırığı olaraq deyilsə, təbii ki, bunun heç bir xeyri olmayacaq. B variantına baxırıq. Bu nəticənin normal olduğunu, bir çox şagirdlərin oxşar çətinlik yaşadığını deyir. Təbii ki, əgər belə bir rəy bildirsəm, şagird fikirləşəcək ki, hə, mən də o zaman o uşaqlardanam. Yəni, cəhd göstərməyim. Ona görə B variantı da uyğun gəlmir. C variantına baxırıq müəllimlər. Nəticənin onun dəyərini göstərmədiyini vurğulayır. Çətinlik çəkdiyi hissələri birlikdə araşdırmağı təklif edir. Bəli, şəxsiyyət yönümlü yanaşmada şagirdin mövzu ilə bağlı çətinliklər olarsa, müəllim təklif edir ki, bir yerdə deməli araşdırsınlar, bir yerdə deməli problemi aradan qaldırmağa çalışsınlar. C variantı uyğundur müəllimlər. Cavabımız C-dir. Digər variantlara baxaq. Tapşırığın asan hissələrində də səhv etdiyini deyir, daha diqqətli və məsuliyyətli olmağı tapşırır. Təbii ki, bu situasiyamıza uyğun deyil müəllimlər. Onsuz da uşaq deyir ki, mən bunu bacarmıram. Müəllim də üstəlik D variantında demiş olur ki, sənlik deyil də, yəni bu sən bacarmırsan. Y variantına baxırıq. Vaxt keçdikcə hər şeyin düzələcəyini deyərək şagirdi yenidən tapşırığı müstəqil şəkildə etməyə yönəldir. Bu şagirdin çalışa bilmədiyi bir prosesdir və onu təkrar verməyin, yəni təkrar tapşırıq kimi verməyin heç bir müsbət cəhəti olmaz. İkinci suala baxırıq müəllimlər. Rogersə görə şəxsiyyət yönümlü yanaşmanın əsas fərqləndirici cəhəti nədir? Əsas fərqləndirici cəhəti baxırıq. Şagirdi əsasən davranışları və əldə etdiyi nəticələr əsasında qiymətləndirmək. Xeyr, bayaqlar vurğuladıq ki, şagirdin qiyməti ilə onun şəxsiyyəti ölçülmür. B variantına baxırıq. İnsanı bioloji və xarici stimulların təsiri altında formalaşan varlıq kimi izah etməsi. Təbii ki, bu aid deyil. İnsanı yalnız müşahidə olunan davranışlara əsasında təhlil etməsi. Qeyd eləmiş ki, kurikulum cavablarında yalnız, əsasən, həmişə, az, çox, mənfi, belə deyək də, mənfi, müsbət, yalnız, xüsusilə, ümumi xüsusi, yəni bu fikirlərə, dedi ki, maksimum, minimum, bu kimi fikirlərə diqqət yetirmək lazımdır. Burada da C-də də yalnız müşahidə dediyi üçün, deməli, biz doğru seçə bilmirik.